Salamlar, saygılar əziz dostlar. Bu cələsə bir ayrı Bəyat Şiraz mahnısının amuzişinə başlayıram. Bu mahnının adı Qubanın Ağalması. Bəyat Şiraz dəstgahındadır. Kökümüz sol köküdür. Tiyunerdə mənim sazımın kökü alt simlər. Üst simlər, orta simlər. Bu mahnıda fa diyez pərdəsi işlənəcək və si bemol, bəzən də si bekar olacaq. Əvvəl bölümün çalğısını çalım, sonra keçək amuzişə. Bu çalğısı idi, keçək indi amuzişinə. Əvvəl mizanımız bu halətdədir çalğısı. 3 dənə rastı mizrabdır. Əvvəl mizrabımız 2-ci barmağının si bemoldadır. Si, idamədə la. La vurandan sonra 2-ci barmağının da si bemol pərdəsinə işarə vururuq. Qalxırıq, solda rastı mizrab. Pəs olur si, la, sol. Bu halət. Si, la, sol. İdamədə 2-ci mizan la, sol, fa olacaq bu halətdə. La, sol, fa. La da 2-ci barmağının rastı mizrabdır. Mizrabdan sonra işarə si bemoladır. La, sol, fa. Fa da fa diyezdir. Oldu la, sol, fa. Bəs bu iki mizanı aram çalsaq solfeji bu halətdə oldu. Si, la, sol, fa. 3-cü mizan 2-ci barmağı qoyuruq sol pərdəsində bir qədəmlik termol edirik. Mizanımız 3-4'dür. Bəs bu 3 mizan oldu. Si, la, sol, fa, sol. İdamədə 4-cü mizan bir dənə bərgəşlidir bu halətdə.